əbədi gənc qalmaq istəyən adam sağalmaz xəstəliyə tutuldu. Amerika Birləşmiş Ştatlarının tanınmış texnologiya sahibkarı və biohaker Brian Johnson uzun illərdir qocalmanı ləngitmək və ömrünü uzatmaq üçün milyonlarla dollar xərcləyir. O, gündəlik yüzlərlə analiz verir, xüsusi pəhriz saxlayır və bir müddət hətta gəncləşmək məqsədi ilə oğlunun qan plazmasını qəbul etməsi ilə dünya mediasının gündəminə çevrilmişdi. Lakin bütün bu səylərə baxmayaraq Johnson bildirib ki, ona sağalmaz autoimmun qastrit diaqnozu qoyulub. Bu xəstəlik zamanı immun sistemi səhvən mədənin sağlam hüceyrələrinə hücum edir və zamanla mədə selikli qişasının zədələnməsinə səbəb olur. Brian Johnsonun sözlərinə görə xəstəlik illərlə heç bir əlamət vermədən inkişaf edib. Onda dəmir çatışmazlığı, yorğunluq və müxtəlif vitamin çatışmazlıqları müşahidə olunsa da, səbəb yalnız endoskopiya və biopsiyadan sonra müəyyən edilib. Mütəxəssislər bildirirlər ki, autoimmun qastritin tam müalicəsi yoxdur.